Ərazini su basır, o su hara gedir? Heç kəs onu demir. Çirkin oyunlar gedir. Zəlzələni eşitdiniz, Xəzərdə zəlzələ var idi. O reallığı heç kəs deyə bilmir. 10 gün dumanlı hava keçdi. Göz-gözü görmürdü. Bu nə deməkdir? Bunlar karbonu nəyə azaltmaq niyyətindədirlər? Millətin sayını azaltmaqdır. Kimsə bu sahədə yaman qazanır. Azərbaycan su qıtlığı ilə ömründə üzləşə bilməz. Azərbaycanda 8400 dənə çay var, oyuncaq deyil ki bu. Mənim tapdağımın altı sudur. Zəlzələ də ola bilər, vulkan püskürmələri də ola bilər, daşqın da gələ bilər, bərk külək də əsə bilər, hər yeri vurub dağıda da bilər. Liviyanın padşahı Kaddafi başladı su kanalları yaratmağa. Amerikan xoşuna gəlmədi, ona görə də vurdular və şiəsini öldürdülər. İndi Trump siyasi oyun oynayır. Rus onu qoyar, Çin qoyar, Rusla Çin müqabilə bağladılar. Şərikli işləyir. Vəssalam.